Salam, hörmətli müəllimlər. Mən Hacıyeva Süreyya. Bugün sizə məzmun xətti və alt standart haqqında məlumat verəcəm. Onu da qeyd edim ki, kurikulum dərslərimiz mövcuddur. Maraqlanmaq istəyən ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilər. Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Fənnin ana xəttidir, leytmotividir. Ona görə dəyişməzdir. Məzmun xətti ümumi təlim nəticələrini reallaşdırmaq üçün müəyyən olunmuş sahədir. Məsələn, riyaziyyat üzrə ümumi təlim nəticələrini reallaşdırmaq üçün 5 məzmun xətti, yəni 5 sahə müəyyən olunmuşdur. Ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal. Məzmun xətləri dəyişməzdir. Yəni, fənn üzrə məzmun xətləri siniflər dəyişsə də eyni qalır. Riyaziyyat fənni üzrə 5 məzmun xətti 1-ci sinifdən 11-ci sinifə qədər dəyişmir. Alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Alt standart sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Müəllim sinif və fənn üçün summativ qiymətləndirmə sualları və tapşırıqları hazırlayarkən əsasən diqqət yetirməlidir ki, alt standartda tələb olunan bilik və bacarıqları reallaşdıra bilsin. Təkmilləşdirilmiş kurikulumlarda alt standartların çoxu demək olar ki, gündəlik təlim nəticələri səviyyəsində verilmişdir. Bu, müəllimlərin işini biraz da sadələşdirir. Alt standartlardan gündəlik təlim nəticəsi çıxarmağa ehtiyac qalmır. Müəllim təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı və öyrənmə fəaliyyəti müəyyənləşdirməklə dərsi qurur.